Salam Azərbaycan xalqı. Demək, İlham Əliyevin bir çıxışına baxdım. Demək, İlham Əliyev vurğulayır ki, Azərbaycanda yoxsulluq 5% civarındadır. İnsan nə qədər yalan danışar. Demək, 13 min tələbə bu il təhsilini yarımçıq buraxıb 2025-2026-cı il üçün. Onların çoxu da təhsil haqqını ödəyə bilmədiklərinə görədir. İlham Əliyev bir tərəfdən deyir ki, ölkədə yoxsulluq 5%-dir, 5%. Bu bir tərəfdən də 13 min tələbə öz təhsilini yarımçıq buraxıb, onlardan da çoxu təhsil haqqını ödəyə bilmədiklərinə görə. Necə olur ki, gənclər öz təhsil haqqını ödəyə bilmirlər, ailələri onun təhsil haqqını ödəyə bilmir. İlham Əliyevin nəvələri Sibrizdə obyektdə, restoranlar tikir, keyf içində yaşayırlar. Necə bu qeyri-bərabər şərait niyə olmalıdır? Bir tərəfdən buradan Aqil Abbas deyir ki, gənclər getsinlər, işğal olunmuş torpaqlarda pulsuz işləsinlər. Gedib işləyərlər də, niyə işləmirlər ki? Öz vətənimiz üçün də eləyərik. Amma bəs 13 mindən çox təhsil haqqını ödəyə bilməyən tələbə var, yarımçıq qoyan tələbə var. Bəs bunlar haqqında necə olacaq? Bəs niyə çıxıb bundan danışmırsınız? Çıxıb bunu deyin də, deyin gənclərə şərait yaradaq, təhsillərini davam elətdirsinlər. Yoxsa işte müharibəyə gəncləri göndərər, işləməyə gəncləri göndər, kasıb-küsub uşaqlar ancaq. Amma özlərincə xan içində yaşasınlar, keyf içində yaşasınlar. Belə olmaz, hamı öz haqqını tələb eləməlidir. Təhsil haqqı üçün müəyyən şərait yaratmalıdır. İlham Əliyev iclasda, tədbirdə çıxış edir ki, 5% yoxsulluq düşür. 5% yoxsulluq düşən bir ölkədə 13 min tələbə təhsilini yarımçıq qoymamalıdır, saxlamamalıdır. Təhsil haqqını ödəyə bilmədiyinə görə. Deputat o ki, Aqil Abbas da utanmaz çıxır deyir ki, göndərin bunları getsinlər, işləsinlər, pulsuz işləsinlər. Pulsuz işləsinlər deyəndə ki, dövlət bu uşaqlar üçün, gənclər üçün pulsuz, neyin ki uşaq da gəlib pulsuz işləsin? Uşaq dünyaya gələndən pul ödənilir, xəstəxana pul ödənilir, bağçaya pul, məktəb pul, universitetdə pul ödəyirsən ki, vətənə borcu var, gəlsin borcunu qaytarsın və yaxud da gəlsin dövlət üçün haradasa havayı işləsin, təmənnası işləsin. Ölkənin gəncliyini uçuruma aparmışsınız. İmkanı olanlar ölkəni tərk edirlər, biraz təhsilli olanlar, savadlı olanlar beyin axı keçir Azərbaycandan, köç edir gedir. Yəni Azərbaycanı uçuruma aparırlar, heç bir diktator əbədi deyil. Amma Əliyevlərin Azərbaycana vurduğu ziyanı bəlkə də 100 ildən sonra Azərbaycan özünə gələ bilməyəcək. Ona görə Azərbaycan xalqı hamımız öz haqqımızı tələb eləyin. Azərbaycanda Əliyevlərin apardığı siyasət nəticəsində 400-dən çox siyasi məhbus var. 9 jurnalist var, inanclı qadınlar var. Bütün bunların hamısı siyasi fəaliyyətinə görə həbs olunan siyasi məhbuslar dərhal azad olunmalıdır. Uşaq pulları verilməlidir, tələbələr üçün də təhsillərinə davam etmək üçün şərait yaratmalıdır. Salam olsun salama layiq bəndələrə.